Hər vaxtınız xeyir, əziz və hörmətli izləyicilər, hər birinizə bir şad xəbərimi çatdırmaq istəyirəm. Bugün, nəhayət ki bugün hər birimizin neçə aylardır səbirsizliklə görmək istədiyimiz o gün gəlib çatdı. Yəni, neçə aylardır hər birimiz səbirsizliklə Arif Əfəndinin evinə yığışacağı günü gözləyirik. Bugün artıq o gündür. Bugün artıq Arif Əfəndinin evinin bütün satışmayan əşyaları, yəni ki, mətbəğinin soyuducusu, paltar yuanı, mətbəx stul dəsti, qonaq otağının stul dəsti, uşaqların yataqları, böyüklərin yataqları və işvaner. Bunun hamısını bu dəqiqə bu işlər görülür. Yəni ki, 3 reys, yəni maşın tutulub, 3 dəfənə dediyim məişət əşyaları Arif Əfəndinin evinə yola salınıb. Birinci maşın qəbul olunub, hal-hazırda. İkinci maşın gedir gətirməyə. Deməli, bu çəkilişi çəkməkdə məqsədim nədir? Məqsədim odur ki, bu dediklərimizin hər birini alıb Arifin evinə yığmaq üçün yol pulu daxil 350 manat, 450 manat pulumuz çatmır. Mağazindən, yəni 400, daha doğrusu 390 manat mağazinə borcumuz qalır. 60 manat isə 60 manat maşına, 3 reys şəhərdən Əyriziyə getmək üçün. Xahiş edirəm sizlərin hər birinizdən, bizi izləyən qardaşlar, bacılar, kimin imkanı, gücü nəyə çatırsa 5-10 manat köməklik göstərir. Mən də sizə axşam bir neçə saatdan sonra Arifin evinin tam gözəl, evin hər bir əşyaları birlikdə möhtəşəm videosunu çəkim, sizlərlə paylaşım. Ad çəkməyəcəm, ümumi deyirəm. Arifin evinə bütün maddi dəstək olan qardaşlarım, bacılarım, İlk öncə Allah sizlərin hər birinizdən özü razı olsun. Sizlərdən dəstək gözləyirəm, çünki sizlərin dəstəyi ilə biz bu işə başlamışıq və elə sizlərin də dəstəyi ilə bu işə başa çatdırmağımızı istəyərdik. Hamınızı dəstəyə və hamınızı aktiv olun. Bir neçə saatdan sonra Arif Əfəndinin evindən çox möhtəşəm bir gözəl video çəkilişimiz gələcək. İzləməyi qaçırmayın. Uca Rəbbim sizlərin hər birinizi qorusun. Gözəl izləyicilər, gözəl qardaşlarım, gözəl bacılarım, gözəl xeyirxah dostlarım. Allah sizləri özü qorusun inşallah.